Salam, bugünkü videomda yeni 8-ci sinif dərsliyindən ümumiləşdirici tapşırıqlar işləyəcəyik. Səhifə 21-də olan ümumiləşdirici tapşırıqlar həzm sistemini əhatə edir. Birinci tapşırığımıza baxaq. Nazik bağırsaq deyir ki, mədədən sonra yerləşən şöbədir və sual işarəsi qoyub nazik bağırsaqdan sonra yerləşən şöbəni bizdən soruşur. Nazik bağırsaqdan sonra yerləşən şöbə bildiyimiz kimi yoğun bağırsaqdır. Ümumiyyətlə, bu tapşırığı eləmək üçün biz həzm sistemi orqanımızın quruluşunu bilməliyik. Bildiyimiz kimi həzm sistemi orqanı ağız boşluğundan başlayır. Ağız borusu, udlaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq. Sıranı düzgün bilsək, bu tapşırığı rahatca həll edəcəyik. Birinci tapşırığımızı elədik. 2-yə baxaq. Mədədə deyir, zualların parçalanması başlayır. Həqiqətən də mədədə bildiyimiz kimi bəzi fermentlər var. Məsələn, pepsin, ximozin, lipaza ifraz edir ki, bunlardan pepsin zualların parçalanmasını həyata keçirir. Karbohidratların parçalanması isə ağızda başlayır. Amilaza və maltaza fermentlərinin vasitəsilə mürəkkəb karbohidratlar burada sadə birləşmələrə qədər parçalanır. Deməli, ikinci tapşırığımızda ağız boşluğu yazacağıq. Üçüncü tapşırığımıza baxaq. Yetkin insan deyir, hər çənəsində kiçik azı dişi 4. Yetkin insan hər çənəsində böyük azı dişi sual işarəsi qoyub. Biz bilirik ki, yetkin insanda artıq ağıl dişlər də çıxdığına görə onlarda cəmi 20 azı dişi olacaq ki, bunlardan 8-i kiçik azı dişin payına düşür, 12 ədədi isə böyük azı dişin payına düşür. Və 12 ədədini də hər çənədə dediyinə görə alt və üst çənələrə bölsək, 6-sı alt çənədə, 6-sı isə üst çənədə yerləşir. Deməli, bu üçüncüdə 6 yaza bilərik. Sonra lizosim deyir ki, ağız suyu bəzisidir. Həqiqətən də lizosim ağız suyunda olur. Bu lizosim fermenti mikrobları zərərsizləşdirir. Ağız boşluğunun silikli qişasında yaraların sağalmasını sürətləndirir və verib ki, pepsin. Pepsin də bildiyimiz kimi mədənin daxili qatını əmələ gətirən silikli qişada vəzlər vardır. Həmin vəzlər həzm fermentləri olan pepsin, ximozin, lipazanı ifraz edir. Pepsin fermenti də zualları parçalayır. Deməli, pepsinə də yazacağıq mədə vəzləri. Sonra, həzm kanalının ilk şöbəsi ağız boşluğudur. Həzm kanalının son şöbəsi isə yoğun bağırsağın sonu olan düz bağırsaq yaza bilərik. Düz bağırsaq. Orqanizmin ən böyük vəzisi qaraciyərdir. Həzm kanalının ən uzun şöbəsi isə nazik bağırsaqdır. İkinci tapşırığımıza baxaq. Düzgün ifadələri, üstəgəl səhv ifadələri isə çıx işarəsi ilə işarələyin. 1 qram yağın tam parçalanmasından 17,6 kJ deyir, enerji ayrılır. Bu yanlış fikirdir. Çünki 1 qram yağın tam parçalanmasından 38,9 kJ enerji ayrılır. 17,6 kJ enerji isə zuallara və karbohidratlara aiddir. Bu deməli yanlış fikrimiz oldu. İkinciyə baxaq. Zuallar bağırsaqda deyir, gliserin və yağ turşularına parçalayır. Zuallar bildiyimiz kimi bağırsaqda yox, mədədə parçalanır və gliserin və yağ turşularına yox, amin turşularına parçalanır. Deməli, bu da yanlış fikirdir. Dəmir eritrositlərin tərkib hissəsini təşkil edir. Bu doğru fikirdir. Orqanizmdə əsas enerji mənbəyi yağlar deyil, karbohidratdır. Yanlış fikirdir. Kalsium duzları sümüklərin böyüməsini təmin edir. Doğru fikirdir. C vitamini görmə pigmentinin tərkibinə daxildir. Bu yanlış fikirdir. Çünki görmə pigmentinin tərkibinə daxil olan A vitaminidir. Üçüncü tapşırığımıza baxaq. Şəkildə həzm sisteminin bir hissəsi göstərilmişdir. Hansı iki struktur bitki yağlarının həzmində iştirak edir? Gördüyümüz kimi burada 1 ilə qida borusu, 2 ilə mədə, 5 ilə mədaltı bəzi, 4 ilə qaraciyər, 3 ilə isə öz hissəsi göstərilmişdir. Bitki yağları bildiyimiz kimi nazik bağırsaqda bu hissədə deməli parçalanması baş verir. Və bu hissəyə də gördüyümüz kimi 3 ilə, yəni ödlə 5-in mədaltı vəzin axarı açılır. Doğru variantımız B variantı olmuş olacaq. Dördüncü tapşırığımıza baxaq. 1, 4 rəqəmləri ilə hansı dişlər göstərilmişdir? 1 rəqəmi ilə kəsici dişlər göstərilmişdir. Kəsici dişlərin sayı cəmi 8-dir. 4-ü alt çənədə, 4-ü isə üst çənədə. Sonra 2 rəqəmi ilə gördüyümüz kimi deməli köpək dişləri göstərilmişdir. Alt çənədə 2 dənə, üst çənədə də 2 dənə və heç bir öz diş növü ilə qonşu olmur. Üçüncü ilə kiçik azı dişlərini deməli göstərmişdir. Hər çənədə 4 dənə, 4 dənə üst çənədə, 4 dənə də burada da 3 rəqəmi ilə qeyd edib. 4 dənə də alt çənədə
cəmi 8-dən kiçik azı dişimiz olur. Və böyük azı dişlərini də 4 rəqəmi ilə göstərilmişdir. Üst çənədə 6 dənə, alt çənədə də 6 dənə, cəmi 12 dənə. Deməli, yekunlaşdırsaq, kəsici dişlərimiz edir 8 dənə, cəmi alt və üst çənələrdə. Köpək dişləri 4 dənə, kiçik azı dişləri 8 dənə, böyük azı dişləri isə 12 dənə, cəmi edir 32. Davam edək. Ağız boşluğunda qida hansı dəyişikliyə məruz qalır? Düzgün 3 cavabı seçək. Ağız boşluğunda qida ağız suyu ilə islanır. Bu doğrudur. Ümumiyyətlə, ağız boşluğunda həzm, qidanın mexaniki xırdalanması və qarışması, həmçində ağız suyunun təsirindən ilkin kimyəvi parçalanması nəticəsində baş verir. Ağız suyu ağız boşluğunda yerləşən bilirik ki, 3 cüt iri ağız suyu vəzləri qulaq yanı, çənaltı, dilaltı və çoxlu sayda xırda vəzlər tərəfindən ifraz olunur. Ağız suyunda ağızda zəif qələvidir. Tərkibi də təqribən 98% sudur. Lizosimdir, amilazadır, maltaza fermentlərindən təşkil olunmuşdur. Amilaza ilə maltaza fermentləri də bildiyimiz kimi mürəkkəb karbohidratları sadə karbohidratlara qədər parçalayır. Lizosim isə ağızda olan mikrobları zərərsizləşdirir. Eyni zamanda ağız boşluğunda əgər ki, çelikli qişada yaralar varsa, bunların sağalmasını sürətləndirir. Bizə 3 düzgün cavabı seçməyi deyir. Qidanın ağız suyu ilə islanması doğrudur. Qida islandıqdan sonra biz onun dadını hiss edirik. Sonra qidanın xırdalanması bəli baş verir dişlər vasitəsilə. Yağların parçalanması deməli burada baş vermir. Mədədə süd yağları parçalanır. Nazik bağırsaqda da bitki mənşəli yağlar parçalana bilər. Demək, C variantı yanlışdır. Nişastanın parçalanması baş verə bilər. Belə bəzi mürəkkəb karbohidratlar sadə karbohidratlara demək ağız boşluğunda parçalanırdı. Zualların parçalanması da yenə mədədə baş verir. Doğru variantımız A, B, D. 6-cı tapşırığımıza baxaq. 6-cı tapşırıqda deyir ki, açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. A variantına baxırıq. Həzm kanalının genişlənmiş hissəsi mədə adlanır. 3-ü yazıram. Həzm kanalının ən uzun şöbəsi bildiyimiz kimi nazik bağırsaqdır. 1-i yazıram B variantına. Xlorid turşusu mədənin tərkibində olur. Mədənin tərkibində. Xlorid turşusu 3-ü yazıram. Bir dəqiqə. Mədə şirəsinin tərkibində olur. 4-ü yazıram. Bağırsaq xovlarının funksiyası qida maddələrinin sorulmasıdır. Qana və limfaya sorulmasıdır. Yazıram bura 2-ni. Suyun çox hissəsi də bildiyimiz kimi yoğun bağırsaqda sorulur. 5-də yazırıq bura. Və baxıram 1, 3, 7-ci tapşırığımıza bizə nə deyir? Deyir ki, 1, 3 rəqəmləri ilə hansı ağız suyu vəzləri göstərilmişdir? Deməli, 1 rəqəmi ilə gördüyümüz kimi qulaq yanı ağız suyu vəzsidir. Sonra 2 rəqəmi ilə dilaltıdır. 3 rəqəmi ilə çənaltı ağız sulardır. Yazım buradan 3 çənaltı, 1 qulaq yanı, 2 rəqəmi ilə isə dilaltı. Dilaltı vəzlərdir. 8-ci tapşırığımıza baxaq. 1 və 2 nömrəli şəkillərdə itin və qaramalın həzm sistemlərinin bir hissəsi göstərilmişdir. Hansı həzm sistemi qaramala aiddir? Gördüyümüz kimi qaramalda daha mürəkkəb bir proses getdiyinə görə 2 rəqəmi ilə göstərilmişdir. Onun bildiyimiz kimi mədəsi 4 kameradan ibarətdir. İşkəmbə, tor, qat-qat və qursaq hissədən. Bu hissə baxın qida borusudur. Digər hissə isə mədənin kameralarıdır. Bu hissə nazik bağırsaqdır, yerdə qalan da yoğun bağırsaqdır. Bu da itdir. Deməli, bu hissə qida borusudur, mədəsidir, nazik bağırsaqdır, yoğun bağırsaqdır.